Assalomu alaykum, hurmatli Uzakar Urganch kuzatuvchilari. Bugun sizlarga biz dükanımızdaki eng mashhur bo'lgan tarvuz urug'lar bilan gibrid bo'lgan qo'ni urug'larni ko'rsatamiz. Bularning hammasi sinovdan o'tgan, sartavoy ochiq yalaklardan tarvuzlar, hammasi garantiyali, sifatli. Bize şu tarvuzlar hakkında sizlarga bir ma'lumot beramiz. Birinchi size ko'rsatuvchi urug'imiz bu Color Seeds kompaniyaning premium klassdagi AU Producer hamda Crimson Sweet turdagi tarvuz urug'. Colorado shahrida, Amerikada chiqadi bu. Paçkasi 500 gram bo'ladi. Crimson Sweet'i 80-85 kunda meva beradi. Shablon 10 kg. Brix shirinligi bo'yicha 10-11% ga ega. AU Producer ertaroq chiqadi. 75-80 kun. 17-20 kg. İkisi mevasi juda qattiq bo'ladi. Yaldirab turadi, xo'shroq bo'ladi. Bu sho'r yerlarga chidamli hamda palaklar güçlü, meyveler ham zo'r. Bu tarvuzni tavsiya etamiz sizlarga. Juda zo'rban. İkinci size gösterecek urug'imiz bu Naska brandining AU Producer urug'i. Bu bankada bo'ladi. 500 gram bo'ladi. Hasılı 60-65 kun bo'ladi. Ekkandan keyin antikaroz va fuzariozaga juda chidamli. Shirinlik ham Brix bo'yicha baland. 8-12 kg tarvuz bo'ladi bu shablon bo'yicha. Üçüncü size tavsiya beradigan tarvuzimiz bu juda mashhur, hamma biladigan Global kompaniyasining AU Producer hamda Super Crimson Sweet urug'lari. Brix bo'yicha shirinligi 12%, Super Crimson Sweet'te 8-12 kg bo'ladi shablonda, Producer'i 15-17 kg bo'ladi. Po'chaqi qalin, juda shirin, go'shtdan qip-qizil. Hamma biladigan Global tarvuzlar shu. Sevaran tarvuzimiz bu Unigen Seeds, Italiya Parma shahrining tarvuzi bu. Super Crimson hamda AU Producer urug'lar. İkisi ham juda zo'r. AU Producer'i 75-80 kun 12%dan baland Brix bo'yicha shirinligi bog'lanadi. AU Producer'i 8-12 kg keladi. Crimson Sweet'i shablon bo'yicha 10 kg keladi. İçi qizil, juda shirin, chiziqlar ham xo'shroq. Xadavoy tarvuzban sinovlardan o'tgan. Dördüncü size tavsiya beradigan tarvuzimiz bu Size kompaniya İtalya shahrining tarvuzi. Bu 24-25 yil hit tarvuzi bu. Kattaligi 17-20 kilodan keladi. Brix bo'yicha shirinlik ham kuchli, mevasi ham kuchli buni. 80-85 kunda lekin mevasi pishadi buni. Sal bulara qaraganda keyinroq bo'ladi, lekin tarvuzini gap yo'q. Chiziqlar ham xo'shroq bo'ladi, ichi ham qip-qizil bo'ladi. İçinde kichkina tuxumlar bo'ladi. Bular sel banatlar. Bunda bir 11 ming yaqin urug' bo'ladi. Dum mashhur hamda sinovdan o'tgan. Dehqonlarimizga tavsiya etamiz. Zo'r urug'. Keyingisi tavsiya beraman tarvuzimiz. Sartavoy tarvuzlarning içinde hammadan erta mevasi pishadigan Petta Seeds kompaniyaning Nisa urug'lari. Buni urug'i 65-75 kunda mevasi pishadi. Uzoq masofa yurajak bo'lsangiz, eng zo'r sartavoy tarvuz shu. Mevasi 12-18 kg bo'ladi shablon bo'yicha, 65-75 kunda meva bo'ladi. Kasallikka chidamli hamda mevasi xo'shroq, ichi ham qip-qizil bo'ladi. Keyingisi tavsiya beradigan tarvuzimiz bu Agrotip kompaniya Germaniya shahrida chiqadigan Imperator Crimson Sweet urug'i. Bu paçkada bo'ladi, içinde 500 gram bo'ladi. Mevasi 85-90 kunda pishadi. 10-12 kg bo'ladi. Dehqonlarimizning ichida juda mashhur bu. Oxirgi sizlarga ko'rsatacak tarvuzim bu yangi tarvuz. 25 va 26-yil xudo xolasa trendi bo'ladi. Bu Corona Seeds kompaniyaning AU Producer hamda Crimson Sweet urug'i. Bu yangi tarvuz, чисто amerikanskiy tarvuz. Buni urug'am xo'shroq bo'ladi, chiziqlari zo'r bo'ladi, ichi ham qip-qizil, go'shti, suvli. Buni hamma uncha bilishmaydi, lekin biz buni sinovdan o'tirdik. Mevalari katta bo'ladi. Sotishdan buni qiynalmaysiz. Hosil berish ham juda zo'r, kasallikka chidamli. Agar siz yangi dehqon bo'lib turib,
Nano Taurus urğunun əkişini bilməsəniz, sizə Corona Seeds kampaniyanı Au Producer və Crimson Sweet urğunu tövsiyə edəmiz. Dükanımıza gəlsəniz, çista originalı bizə də var. Görsük olan numara telefonsanız, любой şaxrana bizə yüyərəmiz bunu. Bugünkü videoda sizlərə taruz boyunca həmmə məlumatını verdik. Görsük olan taruzlarımızın həmməsi Sinodan ötkən, dehqanların içində cüda məşhur. Əgər siz dükana girib durub, qaysı taruzunu alışını bilməsəniz, görsük olan numarınıza telefon sözü mümkün. Bizə sizlərə tövsiyə etəmiz. Bizə də Agro Məsləhət Bepul. Həmmə taruz zordur. Özgəçə, həmməsinin özünə dehqanı var. Həmmə dehqan bəri hər xil taruz əkədir. Lakin, biləsilər, başqa kampaniyaların urğuları var. Bunlar həm yaxşı. Bizə şu taruzlarını satışqa hərəkət etəmiz. Çünki dehqanlarımız tərəfdən bu taruzların firmaları, turlarına jalıba olmayan, heç kim yaman söyləməgən, həmmə tövsiyə etədir bana. Göz tuğan numaranıza telefon olsanız, sizlər любой şaxrana bizə dastavka qılıb verəmiz. Həmməsi garantiyalı, sifətli firmada alamız. Videonun axırında sizlər bilən Kovun haqqında gəpləşəcəkmiz. Bizə də Enzazadın firmanı, siz bilədiyən, məşhur bolğan Dakara F1, həm də yeni 25-ci ildə hazır reklama olub durğan Luxstar urğu haqqında gəpləşəcəkmiz. Və yenə bir sırlı urğumuz var bizənin. Bu yeni, onu sizlərlə bilmişsizlər, onu bizə hələ video çıxarıb koyamız YouTube'a. Syngenta firmanı indiki il xuda xalasa hip boladığən, bu iki kovuna rəqabət boladığən Flanger sortu kovun haqqında aytıb ötəmiz sizə. Dakar F1 urğunu həm də biləsilər. 45-53 günündə meyvəsi pişədir bunu. Satış üçün cüda məşhur həm də zor kovun boladı. 1,5-2,5 kiloya kovun belədir. Rəngi sarı top boladı, içən zor boladı, şirin boladı. Köp dehqanlı Dakar F1 urğunu əkədir. Əgər siz qaysı kovunun əkişinizi bilməsəniz, hazır gündə Dakar F1 urğu cüda məşhur. Cengiz saytacaq urğumuz bu. Luxstar F1 urğu 25-ci ildə dım reklama verib tutdular. Hələ bu dehqanların arasında onca məşhur olmadı, lakin bu urğam zor. 2 kilodan 4 kiloya meyvə verədir. Düyəndə 2-3 kovundan verədir. Eksport qılış üçün uzaq məsafə Luxstar dım zor kovun urğu boladı. Bundan bizə ispitaniya verdik. Hələ bu yıl videolara çıxardı bunu. Bizə də şu orijinal Luxstar urğu var. Əgər gərək olsa, aytsanız, dastavka qılıb verəmiz. Və üçüncü yeni sortumuz bu Syngenta firmanın Flaner urğuları boladı. Siz hələ bu urğularını bilmişsiniz. Bunlar xuda xalasa ispitaniya bizə verdik. Güruxumuzda konkursdan pazarka etdik bir abunəçimizə. Bu yeni urğu boladı, hibrid boladı. 1000 danalı. Meyvəsi 2-2,5 kilo boladı. Cüda zor, uzinçak. İçi səl lekin roza vuraq boladı. Səl sveti var. Lekin şirin lekin cüda şirin boladı. Xuda xalasa bizə bunu отдельный video et YouTube'umuzda koyamız kanalımızda. Sizə görəsilər onu. Bu yeni sort boladı. İndiki xuda xalasa numaramıza telefon qılsanız sizlərə yüyərəmiz onu. Hürmətli abunəçilərimiz, YouTube kanalımıza abunə açıb olun. Keyingi videolarımızda bizə sizə yeni videolarını göstərimiz. Dehqanlarını, teplisalarına barıb, taza urğularını göstərimiz. Ya ki, şu görüb duran urğularınızı həmməsinin videosunu alıb durub sizlərə tamaşa qılasılar. Həmməniz üçün gözlədiyiniz üçün rəhmət, işləyiniz zəhmət.